Noyabr ayı üzrə ölkəmizdə pensiyaların verilməsi ilə bağlı proses artıq başa çatıb. Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb ki, bu ayın bütün pensiya ödənişləri qrafikə uyğun şəkildə həyata keçirilib. İlk olaraq Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan pensiyaçılara pensiyalar köçürülüb, daha sonra isə ölkənin digər bölgələri üzrə ödənişlər tam şəkildə yekunlaşdırılıb. Pensiyaçılar pensiyalarını əvvəlki aylarda olduğu kimi bank kartları vasitəsilə əldə ediblər. Hazırda ölkənin bütün bölgələrində bankomatlar vasitəsilə vəsaitlərin çıxarılması mümkündür. Bundan başqa, bəzi yaşlı şəxslər üçün post vasitəsilə çatdırılma xidməti də əvvəlki qaydada davam etdirilib. Nazirlik bildirir ki, məqsəd pensiya alan vətəndaşların ödənişlərə vaxtında və fasiləsiz şəkildə çıxışını təmin etməkdir. Bu ayın ödənişləri ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, ümumi pensiya xərcləri əvvəlki dövrlərlə müqayisədə artıb. Artım xüsusilə orta pensiya məbləğinə də təsir edib. Son aylarda aparılan hesabatlar göstərir ki, ölkədə orta pensiya məbləği tədricən yüksəlir və bu, sosial rifahın gücləndirilməsi istiqamətində atılan addımların nəticəsi kimi qiymətləndirilir. Nazirlik həmçinin ilin sonuna yaxın növbəti mərhələdə həyata keçiriləcək indeksləşmə barədə də məlumat verib. İllik inflyasiya göstəriciləri əsas götürülərək növbəti ilin əvvəlində pensiyalarda müəyyən artımların olacağı gözlənilir. Bu addım xüsusilə yaşa görə pensiya alan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu il ərzində pensiya sistemində elektron xidmətlərin də tətbiqi genişlənib. Artıq vətəndaşlar şəxsi kabinetləri vasitəsilə pensiya hesablamalarını, pensiya kartlarının vəziyyətini və digər məlumatları rahat şəkildə izləyə bilirlər. Bu, həm qurumlara müraciət sayını azaldır, həm də yaşlı insanların prosesləri daha rahat idarə etməsinə şərait yaradır. Noyabr ayının pensiya ödənişləri ilə bağlı ümumi vəziyyət belədir. Ödənişlər tam və vaxtında həyata keçirilib, heç bir gecikmə və problem qeydə alınmayıb. Bu isə həm nazirliyin, həm də fondun üzərinə düşən vəzifələrin düzgün icra olunduğunu göstərir. Pensiyaçılar dekabr ayında da ödənişlərin planlı şəkildə həyata keçiriləcəyini gözləyə bilərlər. Beləliklə, noyabr ayının pensiya prosesi uğurla başa çatıb. Dövlət qurumları bildirirlər ki, məqsəd əhalinin sosial təminatını daim gücləndirmək, xüsusilə də yaşlı vətəndaşların rifahını artırmaqdır.